Herkese selamlar. Yeni bir Mountain Blade Warband serisiyle karşınızdayız. Mod olarak gelir. Osmanlı mod Ottoman senaryo versiyon 2.5 olmalıdır. Bu oynadığım mod. Artık bu modun da serisi gelecek. Natif modunla beraber vakit itirmeden videoya geçecek. Hikaye moduna devam edecek olarak İslamiyet olsun dinimiz, ırkımız Türk olsun. Sima Bozkır göçebesi olarak, Bozkır uşağı olarak neydi ben? Asker avcı, asker olayım. Yükümlü ve kaderime yönlendireyim. Güç vereceğim. Ee, iki zeka bir tane çiftlik vereceğim. Mesela buradan tık tık bir de iki tane. Bu da halimciye verme fikrim var iki tane. Bir tane yağmaya vereceğim. Bir tane envanter yönetime vereceğim. Ee, bir tane de azdan çoktan vereceğim. Adımız her zaman kimi Bahestur olsun. Bahestur. Yok ya da bu defa Bahestur olmasın. Bu defa Osmanlı Devleti'ni oynayacağımıza göre Osmanlı dövrüne yaraşan bir paşa olmalıdır. Adımızı Osman Paşa qoyaq dövlətin qurucusuna görə Osman Paşa. Osman Paşa qoyduq. Təkərlimi, çiftərlimi bu oyunda mən ən çox işlətdiyim bir dənə silah var. Balta olaraq işlədirəm. Ona görə çiftərliyə full oynayacağım bu bölüm. Çiftərliyə oynayaq bu bölüm. Buradan rastgele bir dənə tutulacaq. Onu seçəcəyik. Bu yoxdur. Tık. Yox. Biraz kaş şəklini düzəltsəm əgər ki, saqqalı bu hala gətirib buluğunu bu qat eləsəm, yaşda endirib, kaş derinliyini qəşəngcə düzəltdirsəm, saçı, saqqalı başqa cür varmı? Saqqalı bu qəşəng saqqalı. Bu arada başqa saç dili yox, saqqalı da kim var? Saç qəşəng saçdır. Saqqalı da yəni tuturam, belə qəşəng saqqalı var ha. Hmm. Bu qəşəng, kirli saqqalı böyle. Bu qəşəngdir. Osmanlı Devleti'nden hemen başlayırıq. İstanbul Deniz Yolunda bizim qağamızı kəsdilər. Görək nə istəyirlər. Flavio. Sen de kimsin? Ben de Flavio Devleti'nin sahibiyim. Parancanın sonra qatanacaqsan. Gəl. Bir. Tek attım ben buna. Bunlar bak öldür. Bak buna bak, ben öldürürüm. Bak qayıdıb tirilir. Sen buna beni öldürməlidir. Gel buraya. Öldürün. Ama uy. Bunu öldürdük. İkinci seviye. Bıçağı sokan kim öldürür? Yeni değil. Seni esir olarak yanlarında alıyorlar. Kaç. Kıyıya geliyorsun. Kaçmak için fırsat yarandı. Osman Paşa. Osman Paşa. Buradan kaçaq. Gedək Sultan Mehmed'in yanına. Deyək belə. Böyle bir işler geldi başımıza. Görev alaq. Pul qazanaq. Ordu toplayaq. Osmanlı dövlətinə sadiq bir lord olaraq oynayaq. Çünki Osmanlı modu və hekayə moduna getdiyimiz üçün belə bir mod oynamaq daha yaxşıdır. Başladın artıq özgürsün deyil və Osmanlı dövlətindən başladıq. Burqaza doğru bir dənə qaydadım. Deyi də açım. Burqaza doğru gələk. Ok. Burqaza doğru gəldim. Buradan aldım 4 nəfərlik əsgər. 4 nəfər əsgərdən sonra Tekirdağ'a gələm. Tekirdağda nə ala bilərəm? Tekirdağda əsgər alalım. 5 nəfər igidlə Fatih Sultan Mehmedin yanına gedək. Mən Osman Paşa hizmetçinizim. Benim için herhangi bir Edirne bölgesine Halil Paşa, Edirne yaxına Fərəm. Bunlar kimlə müharibədir? Hər dəfə bir çox dövlətlə müharibədə olurlar. Yəni var. Hamıdan da bölüşürlər, müharibədədirlər. Setlərlə müharibə inşallah yox. Dərəbeyin yox, Dərəbeyini hələ qəbul edəm. Ədirnəyə də apar. Halil Paşa. Halil Paşa Binnur hanım kim? Karı mı? Karısı. Sana Halil Paşa. Fatih'ten məktub gətirəm. Olur. Sənin görevin var mı? Hardadır? Kert köyündə. Qanavlıyam. 300 dinar çiçək kimi para donsuz cibimizdə oturaq. Kert köyündən əvvəl
PS2 əvvəl səviyyə almışam. Səviyyə yığılsın talimciyə verim. Talimciyə verirəm. Talimciyə verim ki, biraz da hardap pulda bir dənə güc verim. Envanter yönətimi, burada ən çox vermək istədiyim əsir yönətimi də var idi. Dəmir vücud da hamısını bir yığacağıq. Fatihin yanına gələk gənə. Fatih Sultan Mehmedin yanına gəlib. Fatih sahil keçib o tərəfə gedir. Yaqın Anadoluya tərəf çıxır. Lordum, mənim üçün görev var. Benim Tekirdağ lordu orada. Yox, Tekirdağdan da vergi yığarıq. Buradan da cibimizə yaxşı pis pul gələr və İstanbula gəlib buradan pazardan ərzaq tüccarından orduya biraz artıq 60-120 lira. O kadar pulum yoktu mu? Ayətləri sat, indi al, qəşəng. Həm cibimdə pul var, həm də ərzaqım var 328 dənə. İndi hansı görevdən başlayaq? Təkirdağ görevi daha məncə biraz rahat kimi gəlir. Təkirdağdan Fatih üçün görev topla 3 gündür. Bu bölüm artıq seri olarak gələcək. Bu ilk bölümdür. Nativin də artıq 3-4 dənə videosunu stok olarak saxlamışıq. 3-4 dənə video stok olarak hazır olduğu için artıq yavaş-yavaş da onları paylaşacağım. Ona kadar bu videolar ara-ara gələcək. Məsələn, bir nativ, bir bu, bir nativ, bir bu. Elə gələcək. 3 gün verdi verici vaxtına. Yazılsın. Bir dinar boğultusu olan var. Ekrana görürsünüz. Tez bazar olsun. Buranı alaq. Başqa yerlərə də gətirək. Nə qədər vaxt qaldı ki? Biliyor. Sabah qutaracaq. Buranın olsun, mən bir gün ilişkini düzəldərəm. Görəv zad eləyib, takılın ilişkini düzəldərəm. Nə qədərdir? 2. Eksi 2'nin heç olmaz. Görev başardı deyil. Fatih İstanbul'dadırsa aparım verim. İstanbul'da da değil mi? Bu kim? Bu kimdir daha doğrusu? Halil Paşa. Halil Paşa bilen. Bir sonra bir yeni bilmək istəyirəm Halil Paşa. Fatih Sultan Mehmed'in Sivri Hisar'da. Sivri Hisar hardadır? Sivri Hisar xəritədə Anadolu tərəfində olar yəqin ki, buradadır. Taqqıdan yox, budur. Buradadır. Yəqin Fatih Sultan Mehmed hara girsə gedirlər. Yəni sorsun görün bu hara gedirlər. Bir sorun var. Siz adamlarınız ne yapıyorsunuz? Bana verdiğin görev. Bak. Da pulu verməyə bilərəm. Vermirəm məsələn belə. 610 dinar da bundan bizim karımız oldu və Fatihlə ilişkimiz neçə oldu? 4 oldu. Görevim var mı? Hayır. Görev. Mesela gəlməsəm yəni görev edərəm. Çizik Albrotda Kers kəndindədir. Kers hardadır? Ha, burada. Allah hakkımızı xeyir eləsin. Anadolu haydutuna da tutuş gəlmədən görüb bir təhər keçib gedə biləcəyikmi? Oo, burada qəşəngcə Anadolu haydutları olar indi. Kim? Dərbəkçilər. Oradan bu təpədən gəlsəm, heç kimin düşməsi zor olar. Hələ ki biraz pul tutulacaq, sonra gedək haydut qrupuna məsələn üçün harda haydut qrupu varsa onunla vuruşaq. Bu adam məni burada tutub şaqqılada bilər, nağıdıb məni burada dağıda bilər. Çünki heç nə yoxdur, ordu yox, bir şey yox. Adət yoxdur ki, qabaqlarına keçib. Buna bax, qaçaqlar, mən buna vuruşmaram heç. Ordu bir nəfər verir, kömək kəsən gedib. İnşallah bu da o Albert Ferrer mi nə idi? Siz belə Albert diyordu. Fikrim də bu tərəfdə ola bilər. Bax, harda bilirsiniz? Bu yön tərəfində ola bilər məncə. Qıraqda qalıb. Görüm. Aha. Tamam, bu da. Geldim. Geldim görünüşlü adam. Arıyorum. Para için de adalet için buradayım. Gel. Hop. Uf. Oldu. Allah canınıza sağlığı versin. Fişiyor. Şimdi ne ayaq. Görev bize kimse vermişti. Ben Fatih'in yanına geldim. Ama oradan buraya gələn məni xarcılar. Görən var mı yoxdur? Bir sorun birini yeni bilmək istəyirəm. Halil Paşa aradı, Burqazdadır. Oldu sağ ol. Ben save alaq burada. Burqaz tərəfi bilən Burqazda Halil Paşa. Peki Edirne'dedir. Yok. Bu kim? Bu kimdir? Çepin Dursun Bey. Çepin Dursun Bey'den soracaq ki, haradadır? Çepin Dursun Bey getdi.
Ben hizmetindeyim. Bir şey olmaz. Beni yeni bir... Yo 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 yo. Bir şey olmaz. Beni yeni bir... Halil Paşa. Burgaz yap. Burgaz'da uzak değil buradadır. Burgaz hardadır ki bu üstəncə düzlər. Abutayı buradadır. Halil Paşa. Yaş sana çok şeytan gelir edəcək. O, o. Tabii ki. Şey, bəzi görevləri elədik. Artıq Nigbolla gələklə oradalar və vermədi. Ulti ilə ala bilərikmi ki? Yəni ulti ilə ala bilsək zor olar. Amma ulti ilə gələk buranca. Tarsus tərəflərində o nə qədər 140 bana vursaq full sıfırlanaraq. Belə deyim də Tarsus tərəflərində zad var. Orada dəniz yağmacağı var. Gəlib onları full vurub həm də əsir edə bilərik. Mən məsələn üçün əsir nə qədər ala bilərəm bu dəqiqə? 10 dənə əsir ala bilərəm. Ona görə əsir yönətimindən də verdik. Mən də keçək bu hissədə vuruşaq. Bizim orada ən azından silə bilər. Bura kim? Bozkır Bulqar. Bulqar. Oo. Qılıncımın dadından başqa işlə eləməyəsən. Haydut. Bizimkilər, siz burada durun hələ ki. Mən bileyim biraz qalaqdan azaldım gəlim. Əraziyə bax, at sürmə ərazisində. Limota bax ki. Zıp nəsədə zıplayır. Hardadır ki bura? Yəni hardadır ki o sol tərəflərlər. Bir zərər verdim. Bir dənə hücum əmri verdim. Gedin. Gel. İnattan. Kestin. Oy. Ay nəhlə atdan düşməmək lazım. Sıfırlamamaktan ötürü atdan düşməmək lazımdır. Bir dənə mən mi öldüm? Bir dənə mən yaralı verdim. Bir dəfə də hücum edəcəm. Yani attan düşməmək lazımdır. 7'ye. Birini almışdır ancaq. Və fəraziyi qəşəng verir. Baxın, manevrlara baxın yenə. Uzmağa bax. 3 səviyyə. Çox qəşəng. Səviyyə aldıq. Səviyyə aldıqda da özümüz eləyəcəyik. Daha sonra. İşte bu. Çok yamandır bu. 37 zərər adamına verdik. Gəldim. Hop. İşte bu. Hakikaten. Şey. Mükemmel dedim. Oy. Bitti mi siz aldı? Ama bir de gideceğim. Bir yaktan. Yok. Acemi olan bayılsın. Baymağın ne iş olmaz. Nereden gitme. Hop. Onu da mı alamadınız siz Allah. Göze. Hop düz kılsından. Bitti mi Allah? Son özün küşemek Allah. 10 dənə hayduta görə adam nə qədər baş ağrıyor. Bir yaralan heç olmaz. Bax 18 bizimki 11 verir. Kaba tunik al. Başlığı al. Bunu al. Balta tez. Mesela o takabilirler. Mesela için al. Al. Bunu da al. Yok. Dengeli kılıcı aldık bile. Kundaklı yer oyunu geri al. Bunu bura al. Ne? Çatlak yavruya eğilmiş. Şöyle biləm. Qoy qalsın işlərək. Bunları satarıq. Qalan hər şeydə çıxartırıq sat. Ne has başlıqda yaxşıdır. 10'dur bu 18 verir. Ayaqqabı 14'tür 7 verir. Satacağım. Bunu hara satacağıq? Bütün burada ordular yığılır və səfər üçün məncə hazırlaşırlar. Biz buradan qıraqlarla yavaş. Yəni save də götürək buradan. Başımız zirvəyə keçməmiş. Yavaş gedək, hərəkət edək. Kemankeşə kasacağım. Full bu nə qədərdir? Full oxçuya kasmaq fikrim var. Çünki bu tərəfdə də hadi kəsə parılmayacaq. İndi də fikrim nədir? Oxçular məni takip edeyim bir dənə. Özüm festival girməyəcəm.
Mən də gələcəm. Prosta axırda məsələn üçün girməyə. Burada durun. Burada durun. Aşağı. Bir də ox alaq bir dənə ətraflarından fırlanaq görək has tərəfdə nə var. Okey də okey. Hardadılar? O qaranlıqda tam görmürəmmiş. Gələn çatsın. Mən heç nə demirəm. Bizimki çatsın oxlasın. Oxçular hala durur bilirsinizmi? Gəlin burada durun bax. Satın bizim oxçular. Keman keşlərdir. Şey. Sıkıntı. Endirin keman keşlə bir. Endirin keman keşlə. Ne oldu? Yok. Terfi aldınız daha yaxşı. İnşallah ilk işin çarofçunu basaram ve bundan sonra devamı gelecek. Full yığ. İstanbul tərəfdə satan hamısını. Kemankeş. 6 tane kemankeş. Silistria sancağını değil de. Buradan düşüb. Nədir niyə? Bu qadın alıb yəni orada alabilir mi bu kadar? Kənd mərkəzi yox. Bu qadın oldu 2 nəfər. Bir tərəfdən yeniden kaçacaq və bir də buradan gəlib enerjiden alaq. Həm orada alaq, silah alaq. Həm də aldıqlarımızı sataq. Buradan gələk. Mənfəlli idik. Çünki gəlir yerimiz yoxdur. 10 nəfərim var yəni. 10 nəfərlik dəstə püstü. Pazar yeri. Ərzaq turunda 2000 dinar var. Bunları saat bak tunik. Bu. Hamısının Allah geçsin. 1 dinardan sıfırdan. 124 dinar pul elədi. Arada bir lazım. Bu oğlar alıb məsələn. Başqa bir də sata bilərəm. Bax o bir də alacaq. Bu mənə çatdı. Dənə bir dənə. 795 akçə. Belə 2276. Bak 2030. Bunu al. O zaman şöyle kopat. Bir şey istersin. Çok bir şey isterik. Harda bilirsən özdə. Məmlüklərdə yağ gedirmi ki? O da mən neçə adım bilmirəm. Pazar yeri buna gəl. 423. Bu düşükdür bu da. Bu düşük qiyməti alırlar. Buna nə var? Trabzonda. O da olmadı Avropada alırlar. Yox, buranın girəmirəm. Dolar deyilməsən, bax, Kosovada alırlar. Avropa deyil. Həm Avropa gedir. Həm də ki, mən canım olar. Buna niyə eləmişdi, heç bilmirəm. 414 yox, bu adamlar. Macaristan'da alırlar bence. Macaristan'da. Temiş var da. Temiş var da neçədən? 441'den. Bilmem görək. Oradan da neçədən alırlar? Polonyadan. Polonya'da en azından alırlar inşallah. 432. Düşük gelir. Afganistan'dan heç maraqlanmadım. Bax, Afganistan'da bəlkə də yağ gedir. 7 sana neçədən alırlar? Ay, muhafız birliği. Gel. Gel. Ona benim canım yoktu. Bir tane gözü haşire. 6 F4. Üzülürsən. Çünki mən bilmədən girdim. Keyfimə girmədim. Devam elə. Pazar, ərzaq. Tak 441'den. Yadımda saxlayayım 441'den buradan. Əlavətən. Bir dənə coinlar var. Məsələn, Ərzuruma gəldim mi? Pazar dedim mi? Ərzaq dedim mi? Neçədən alırlar? 427'den alırlar. Yaxşı, bəs paytaxtda neçədən alırlar? Məsələn, Diyarbəkir şəhəri paytaxtda burada. Burada neçədən alırlar? Coinlardan. 432'den alırlar. Mən bunları da buraya 432'den bırakım mı? Ziyanı var. 4000 dinar ödək. Ondan ucuzdan aldım. 193'ten aldım ben bunu orada. Ben bunu 441'e harda apab satarım bilsən. Gəl. Ya hardaydı onu 441 aldılar. Podolya'da. Bak bunu desem Podolya'yı 441'den aldılar. 432. Bunu 7 sandaydı deyəsən. 7 sanda. 7 sanda aldılar. Qiymətə. Pazar ərzaq tüccarlığına 441'den bağlı. Sat da bunları verir buraya. Buraya satmayaq. Ben gözden diyeceğim oraya satan. Buradan kundakçıya yaz 0 dinar yoktu mu? Sat da 440 dinar. 4160 dinar. Yani 5000 lira.
Başlı. 1, 2, 3, 4, 5. 5000 dinar. Çəkim cebimdə. Ərzaq tüccarına gələrəm. Buradan bir neçə tüslənmiş balıq dalıram. Mağaza tərəzi boş idi. Harda qalmışdıq? Harda qalmışdıq? Ədirnədə. Ədirnədə qaldıq. Fatih Sultan Mehmed Həsən hansı tərəfdədir? Paytaxtda deyirsən Fatih. Bu tərəfə gələrək yəni Fatih məsələn, bu Fatih. Fatihin yanına gəl, Fatihdən görəv ala. Sultanım, göreviniz var mı? Nasıl yox? Dərəbeyin olayım. Ona qəbul edirəm. Deməli gedib biz öz başımıza belə deyirlər, farmlamalıyıq. Avropadan çoxdan. Avropa tərəfdə harda da farmlaya bilərik? Avropa tərəflərdə qayda bura. Avropa tərəflərdə qarşımıza normal bir sürətdə bir ordu çıxmalıdır. Məsələn, Neqboldan yağmalanır. Bu tərəfə belə orada çıxana qədər bu arayla gedəcək. Bunun üçün orman hacılar 7 dənə bulvar ha. O 5 dənə. Farmlaya bildiyimiz qədər farmlayacağıq. Sana belə deyim. Mən getmirəm, getsin bizimkilər asılsa da oradan keman keş qazılacaqlar. O pulu kasmaq istəyirəm. Belə səviyyə. Mənim atım həqiqətən çox sürətlidir və boxsqırı seçdiyim üçün belə sürətli ola bildik. Mən görüntü tuza biləcəm mən. Tuzlamadım. Oradan bax yenə. Sadəcə izlə. Hamısı hızlı kəsmək sistemi devam edir. Gəl hadi gəl. Oxlar. Siz də hücumunda hardan gəlindən elə farmlasın məncə. Çünki acemi olandan qəşəng, acemi olandan çox qəşəng. Vurun, vurun. Bana mı vurun bax? Canına atdım. Ondan mı canına zaten bak? Onda ox çaldı. Peki. Bayırlardan heç olmaz. Bayırlardan olsun bir tərəfdən sağalırlar. Bir yerlerden heç olmaz. Burada alır. Bal kimi pul gələcək. Buradan 3 tane keman keş. Buradan da bir tane yeniçeri okçusu. Pistol. Biz biraz daha da olsa daha belə çoxlu Bulqar ordusu eləmək istəyir. Məsələn, gəlib buradan Valeriyanın asker alanmır. Bizə hara bilsən, bir an bura gəlmişik. Meşənin içində yoxdur da. Bulqar harbitləri. 15 nəfər də gecədən azalmıyor. Tamam, məndən qılıncımdan işlənəməyəsən deyib fikirləşdim. İndi bu oxtu girəcəyimiz üçün məni takip eləsinlər. Bunları bir dənə təpəyə qoyacağım ki, pul bizimkiyə toplasın. Təpəyə doğru bizimkiyə çatan mən çıxan təpəyə gələ bilərəm bizimkilər. Tez çıx. O durun. Rovnu burada durun. Mən qalxanda çək, gözləyəcəm özüm. Mən özüm bəlkə 22 saniyə, çünki 15 nəfər. Bir shift aşağıya yum atın oldu. Bir. Pistol. Olmadı, 2 olmadı, 2'yi de vur. Bunu al belə də başsa vay can sağ. Bu. 4 alamadıq, 5 alarıq. Oy, atın belindən düşüb pis düşdü. Bizimki bir dənə tez bazar oxlasın. Alt F4 elə bilirəm mən buna. Elə bilirəm, niyə eləmirəm. 4 dənə bunu var haydi. At çox yaxşı, pisdir. Bunu 20'dir, bu 18'dir. Bu 20, bu 18. Bunu al məsələn yanına. Öyle, bu mən yıpranmışsa, bu Gambeson liderlik duyğusu var. Buranı full bax belə də bax. Bu hissəni yığa bildiyini yığamırıq da bunu artıq. Tərfi aldıq, 5 səviyyə olduq. Tərfi aldıq, 5 səviyyə olduq. Karakterdə nəyə verəcəm? Bir dənə zəka, bir dənə güc, vuruş bu. Talimci 1000 də versəm, talimci kasamıram belki. Karizmaya vermək istəyirəm. Bir yandan da nəyə verirəm? Envanter yönətimi. Bir dənə də əsr yönətiminə vermək istəyirəm. Bax beləcə. Əsr və envanter yönətiminə vermək istəyirəm ki,
Getdikcə artacaq. 20 əsr ala bildik. Makslandıq mı? Makslandıq. Bunları haraya sata bilərik? Yenə də var elə bir şey. Zat bir şey deyəndə kim? Katlin, Şəhərədəm, Muhammed Led, Kredi yox, bunlar yox. İstanbullular ancaq məncə kölə tüccarı. Kölə tüccarı İstanbulda. Kölə tüccarı Gezgin, Hancı, Muzikan, mən bilirəm Gəzginsən bu. Vərəngən Quvvat. Vərəngən Quvvatlara bir dəqiqə pul verməyə bir qram halım əhvalım yoxdur andı vallahi. Buranın hanında kim? Kavqalı Şərhoş, bir çeşit hayvan. O sıkırın evladından yiyorsun sen bunu lafı. Gel gel gel. Hara gelsin o iyi dünya. Indi bu arkasına ne büyük kayıp. Man alacağım man olsun. Büyük kimdir? Sen kimsin? İş yaparsın. Bu zaten evet, anladım. Burada da yoktu. Konya'da da yoksa artık bence İzmir. İzmir en babatki yeri bence. Kaleye mi git? Ha. Deşabi. Özüme takılarsan bu dosya çıkmazsa köle tüccarı. Öyleyse kesini getir. Bu ne değil? Şimdi bir tane daha I want t-shirt 292'den 4 prisoners. 292 dinarlarla. Ne kadar bilərik? Buranı ordu toplayaq, gedək məsələn Məmlüklərə biraz, bəlkə xristian dünyasının başına oynasaq. Məmlük tərəflərinə. Hələ ki zad edək, gələk məsələn Burqazın ordalar. Orduları yığaq gələk bu tərəfdə də farmlayaq full. Orduları toplayıb gəlib farmlamaq ən təmizidir. Məsələn, en üst köyünə gəlib 2 dəqiqə əsgər ala bilərəm. Ordu sayısı da olmaz yox. Filipindən alaram. Ala bilirəm və yaxud. 3 də vururam. Qəşəng. En azından ən azından deyirəm ha. Çox yox, bir 30 nəfər toplasam oxçu olaraq. Bir kəndə full məsələn 40 dənə ən azından bir dənə oxçu belə yığa bilsəm, bir kəndə full başdan aşağı oxlada bilərəm. Niyə? O artıq oldu mu adamlar? 15-i 70. Ala bilmirəm, pulum da yoxdur. Gəlmirlər. Sən bir şey yoxdur, buralar yağmalıysan. Osmanlı dövləti full yağmalı baxır. Yəni gəlməsən buranı Çanaqqalaya gəl. Balıq əsirdə məncə verəcək balıq əsir. Bir kişi. Yaman çox verirlər. Tavşandan 3 kişi. Buradan full nəyə var yığa bildiyim qədər yığacam. 2-3 dənə məmlük kəndi vursam, mənim fikrimə elə gəlir ki, 2-3 dənə məmlük kəndi vuran kimi. Buna bir 10.000 çıxardıb ilk işlətməmi aça bilərəm məncə. İstanbul'a gedək, yəni İstanbul deyəndə İzmirdən. Həm Fatih oradadırsa görəv zad verirsə, Fatihdən görəv də alaq. Fatih Sultan Mehmet mənim bir dənə gördə. Sultanım, görəvin varmı? Nətər yoxdur? Nə deyir? Nərdədir? Amasya'da Koda Danışmentoğlu Hızır Mehmet Paşa'ya Amasya Kodası Ankara. Ankara'ya yaparlar Ankara. Yaxında. Siz al. Xərtəm tutur ya adamın. Keş bu bir dənə. Sən bax bura gəl. Heç vaxt burada farmam olmadı. Məsələn Anadolu haydutlarında ilişmərəm. Bəlkə paşalar da bu tərəfdən nəsə eləyə. Nə oldu? Eskən saldır. Uy. Al. Uy. Nerede? Adam biri gitti. Bak ne. Bak ne. Hop. Gitti. 100 kızıl. Yani pulu yok yere 2 neferden 100 kızıl. 100 akçeyi verdi. Moram vurdu zat. Orada çox sevmədim. Yəni kəhnələr gəlin gücləndirib artıq ki, bu məsələn o bölgədən ordu yığa bilərəm. Elə fikrimə gəlir. 40 nəfər yığaq buradan. Yəni tez-tez 40 nəfər ən azından yığaq ki, gedək tezcə Anadolu haydutlarıyla müharibələr edək. Neçə nəfər olduq ki, biz bir dəqiqə? 29 nəfər, ən azından 40 nəfərlik bir oxucu birliyi yarada bilsəm, çox yaxşı olar. 40 nəfərlik bir oxucu birliyinə məsələn üçün fikirləş. Gəlsən tak hər tərəfə kömək dəstək belə. Heç məsələn heç şey dayanmır. Neçə olduq ki? 33 olduq deyəsən. Buna inanmırıq.
Sorman alabilir mi? Yağma almışsa. Soruma gel. Soruma 2 nəfər alabildik. Bu da custom olmalıydı. Tərəfdə Aysan. Modda yadıma qalan adı yalnız. Bir də buna ne var? 36 tane okçu oldu. Bunlar bir dəfə Anadolu'ya qaydanmamı yığaram. Danışmən doğrunun yanına gələk. Budaydım, yoxsa buldaydım. Hızlı danışmətinin yanına gələk. Bir də save alaq bu tərəfdə. Bu tərəfdən Ankara tərəfi. Kapıya yaklaşık. Yok. Kalyemin girişini neydi? Kapıya yaklaşık. Birisiyle koca danışment. Ben sultanım, paşa mektup getirdim. Of, şuna baktın mı? Tamam, helal. Şimdi Avropa tərəfə qayıda bilərikmi? Qayıdarıq. Avropa tərəfə qayıdıb bu tərəfdə farmlamaq fikri mənim ağlıma çox yaxşı yatdı. Məsələn, gedib bu dəqiqə belə vuruşsaq, məncə bir o qədər farmlaya bilməliyik. Qaçaqların başından. O qaçaqlar kimdir? Burada durmuşam. 7 nəfər Bulqar hacısı. Ara verən. Sən çoxsan deyəsən. Zaten sen yaşıyorsun işte ama sen girme bana. Hani benim ordum olmayınca geçsen bana gel. Oktular. Burada durun. Biraz bunlar geçsin vurursun. Oh. Yani hardan gelecekler? Düz sol taraf kabağımda. Uy. Osmanlarım. Beylerim, paşalarım. Oydur Allah, tekdur Allah. Geçecekler. Hamısı okut olacaklar. Haş. Getirdi haş. Kaç. Çünkü piçin. Ölenler ölsün, ölenlerden hiç olmaz. Zarar yoktu ölenlerden. Qəşəng. Bir öldüdən heç olmaz. Bir öldü qəşəng. 13 nəfər pişdilər. Onun çöldən heç olmaz. Qal. Üstünə satarıq. Qəşəng. Tərfi alındı mı? Niyə alınmır? Tərfiyə vaxt eləndi. Neçə dənə? 22 dənə kemankeş. Qəşəng pis deməncə. Bunları satmaq üçün rutiniyaya gedə bilərəm əslində. Rutiniyada qarşıma qaçaq birliklər çıxmasa, rutiniyada bunları mən çox rahat bir şəkildə sataram. Bir lot çıxıb təpəmə taqqa qoymasa yaxşı olar. Gəl. Kılıç. Muhafız birliğinin üzülü sayın. Bir dəqiqə səviyyəmiz gelişmədiyinə görə də keçə biləcəyik mi? Bəlkə keçəcəyik. Muhafız birliğine baxın. Hop. Gəl. Yox, bunlar bir də keçin. Elkəftə çıxaq. Gedək. Çox uzunsan bunları eləməliyik. Çünki sıfırlansaq zinanatörü, ordu sinir, anarı, bəli, zırt. Pazar, ərzaq tüccarı. Aldıqlarımı bu aşağıdan başla 40 dinardan sata bu hissənin pulunu tutaq. Qəşəng. Sat geçsin hemen. Yok, saçma. Şuraya alalım. 601 lira alınacaq. Tak hisseyi full çörəklə dolduraq. 155 də bizim xeyrimiz olsun. Nəyə görə çörəklə doldurdum? Çörəklə doldurmamın bir səbəbi də oydu ki, çünki ordu artıq həm açmasın, həm də ki müharibənin ortasında məsələn ərzaq ehtiyacı qalmasın. Mənfilər 10 salınacaq. Mənfilər almamaq ehtimalı yoxdur. Yəni bu tərəfləri bir dənə həll etsəydik. Ən çox neçə dənə hacı? 23 dənə. Əsas hədəfim odur ki, bu tərəfləri həll eləyərdik. Mən takib edin hamınız. Gedib atıb iki dənə mən mülkəndə vursaq biz qalxarıq. Avropada da əslində vura bilərik. Orada zadlar var. Məsəl üçün nətər bilirsiniz? Durun. Elə bir şey var ki, məsələn Avropada Serbiyalıların Sırp dövlətinin o da devriyə qüvvələr gəzir və mənim mülkdə devriyə qüvvətləri varsa belə bu qədər fıramada, yəni bir yerdə görərsiniz ya görməzsiniz. Çox çətindir. Oxçularımız bizim niyə dağıdamırlar? Çətindir, bir dənə səviyyə qoşur. 6 səviyyə. Çünki bunu da bizimkiler de var.
Bitirsən bir də vurar. Az qutarda da F4'ləri vur çıxsın girsin hamısına. 19'a 4 təşəbbüsdür. Bu adalar satarıq, niyə satmırıq? Ancaq neçədir? 15 mənim 18 verir baş sürəyinə. Tərfi aldıq, əlbəttə tərfsiz fırana bilərikmi? Fıranamarıq. 8 dənə yeni içəri ovçu oldu. En azından biz bunları yəni görürəm, bu qaçaqlar neçə nəfərdir? 11 nəfərdir. 11 də Kapıkul Spice'dir. Bizim dağıdarlar. Qətlən bizi dağıdarlar. Mənim hədəfim bir dənə də ən azından bir dənə Hacı qrupu tapıb, məsələn, bəlkə burada neçə nəfərdirlər? 5 nəfərdirlər. Mənim əlimdə neçə dənə acemi olan var? 3 dənə. 3-ünü də bana sağ mən bunları kəsdirə bilərəm əslində. Gedirəm meşənin içinə doğru, hop, meşənin içində dayan. 5 nəfər deyilmi? Oxçular. Dursun burada qalanlar da gəlsin önə. Girməyəcəm. Mən girsəm onsuz müharibənin bir mənası qalmır. Dərə dibində mi döyüşəcəklər? Harada döyüşəcəklər? Dəfsən gələm mən biləm. Yəni ox hazıra çıxan kimi bunu al deyə bilərəm mən. Əslində bizimki bunları kəsə biləcək mi? Bana maraqlıdır. Bilmirəm buranın başından qaçmaq üçün onları belə baş qatmayırıq. Hamısını eləməyin ki özüm bəlkə özüm olmuşuq da vuruşamayacaq. Nəyə görə bilirsiniz? Gəl sən al. Deməyəcəm gəl 2 nəfər laf gəl. Bunun canını da attım. Arxadakını canını da attım. Gəl al onu. Filə girmişdir daha deyirəm. Bir nəfər alamadı o bölümdən. O ben görürüm hə. O əmr verdiyim piyadalar hanı mənim? Hücuma əmr verdiyim piyadalar yoxdur kişi. Sən mən alacaq ya. Ay. Sən yox, sən get ya. Özümü düzəldim. Aldı heç nəyi bu. Mən ona yanmıram. Məsələn üçün mən nəyə yanıram? Ailəsində bilirəm mən ona yanmıram. Mən bunlara əmr verirəm ki, gen alın, bunları elə buranı da deyərdim. Buna bir dənə hiylə deyəndə onsuz qatarcıyıq da. Yəni bunlar tez bazar burada oxçu elə. Yox deyəndə oxçu artıq 34 dənə oxçu var. İndi nərəlik bizim söhbət? 34 oxçunun artıq gedib bir dənə Məmlük kəndi vura bilərikmi? Tək hədəfimiz odur. Bir dənə Məmlük kəndi məsələn vura bilərikmi? Təkirdağ görəvini eləyək. Yox, Təkirdağ görəvinə hələ tezdir. Tez deyəndə bu bölüm yox. Gəlin kənd vuraq. Əlimizdəkiləri sataq və ən azından bir dənə kənd vurub dağıtmağa çalışırıq yolu. Yəni Məmlük dövləti içinə gedəşik. Neçə? 112 axça. Buradan hara bilirsiniz? Düz Homs tərəfi. Dayanmadan. Artıq Holmes'a doğru çıxmağın vaxtıdır. Bir yandan da məsələn Holmes tərəfə gəl. Bana kimsə görev vermişdim. Fatih görev vermişmi? Yox, verməmişdi. Yalancı olaram. Fatih görev verməmişdi. 35 nəfər plus 4 dənə də oxucudan gəldim. Məmlüyə gələcəm. Məmlüyü də atmaq istəyirəm. Bir dənə məmlük də olduğum yanında gəl. Hop. Müharibə eləyəcəm. Taleblərimizi ilərik gedirəm. Taleblərimi ilərik gedirəm. Mən sənin o sənəqlə pisdir. Taleblərim. Seni yüzsüz. Nihayət. Üzülürsən. Getdim mən. Niyə yağmaladın lan? Mənim yağmalayacağım yerlər yağmalayırlar elə bil. Yağmala buyur, bax. Könüllü toplamadan baxmadan yağmalayıram. Onu da itirəm, yaxşı eləyirəm. Yağmalayım, vaxtında onu dala qayıdacağam onsuz. Yağma verin, bax tez yağmala. Bilirsiniz bundan nə pul gələcək? Osmanlı Macaristan, Osmanlı Macaristan, Osmanlı Kıbrıs'a. 100 ildə bir gerçəkləşən olay. Şahid olun. Bir dənə loh gətirib bir taqqını aşağı eləyib boynum üstünə.
Bunları sat. Ət al buranı. Ərzaq alaq biraz da. Bəs məncə. Bunları satmağın rahat bir yolunu deyimmi? Ya da hiylə eləməyəcək. Hiylə eləməyəcək. Gəlib hara satacaq bilirsiniz? Urfada. Urfaya doğru bir dənə çıxış, hamısı haraya aldılar ki ya bunlar? Antakyadan aldılar. Belə ki. Hə, mən bunu yağmalamağa gəlmirəm. Qardaş heç nə qazanam görərəm. Mən niyə takip eləyir ki? Almışam ki bunu. Qanuna məsələn takip eləyir yox. Ahmet Pilatus'un öldürüldü. Hayır. Hmm. Hadi evet, tamam. Bir gəlirsən bax. Bu gün gələcəm sizlərlə. Canım bu nə ayrı mən buna qəret eləyib. Hmm. Kundakçanı. Kundakçı pul yoxdur. Hamısını buraya sataq bir dənə. Bax hop. Balı sattığımı gördüm. Yəni normalda sanıram balı satdın qardaş o niyə elə elədin deməyin. Balı alaq 3000. 1 2 3 7000 qızıl. Girib əslində bində vuraq. Bəlkə bir dənə kənd vuraq. Və bu kəndlə onu da bilmirəm hansı. Mirzə hanı? Hə, mən elə çəkdim, bu nəsə çəkdi. Fikrim odur ki, gəl bir dənə kənd vuraq dəfədə. Lakin ehtiyatlı olacaq, sağımıza solumuza baxa-baxa. Alhassanı yağmalayıblar. Aşağı Petraya tərəf düşmək fikrim var. Bunu yağmalayan vaxt mənə qarşı kimsə gələr bilmirəm. Yəni seyv alaq hər ehtimala qarşı. Bunu yağmalayaq. Buradan gələn son bir 5000, 3000 dilərlə də gedək full zad edək. İşlətməsən. Atacağımız işlətmə Osmanlı torpağında olsun. Məsələn 600 dinar həftə içində pul gəlsin. Bu buranın puludur. En azından bir maaşlar ödəsin. Sat bunları tez bazar 2 qalana. Şaraplar, qəşəng, ərzaq. E, biraları alaq yox. Çörək alaq bir çörək saat pis. Bir anı saat, 10 saat. İndi ərzaq ala bilərik rahat şəkildə. Aldıq da. Gələk indi nə var? Urfaya doğru təkrar hərəkət edək. Urfaya doğru hərəkət edək amma yolda qarşımıza çıxacaq bir şey bizi taqqdan dağıda bilər. Orada səviyyəm var. Arami, teslim ol öl. Aramilərə qarşı. Budur, yayır. Çıxacaqlar üzəri. Bəlkə burada durun. Oo. Yayır. Siz de indirin. Şöyle 6 zarar verin. Kalmadı. Allah Allah. Deşik elədir sən. Bu da əslində haramı kəsə də farmdan olar. Bir fikir verin. Bak vermədi. Bak nə qədər? 1 mola 1200 dinar ziyandayıq. Gələk bunu kundakçıya sataq. Durun, sizə söyləyən bir şey var zaten. Kundakçıda nə qədərdir? Tak. Yağ. 2 şarap. 1 bir də bu. 4000. 1, 2, 3, 4. Bu 4000 aldıq da məsələn 10 minimiz var da artıq. 11 minimiz 11 min dinar var. Bu 11 min dinarı artıq gedib yenə işlətmə açmazdan əvvəl bir dənə də kənd vursaq bir də puanı bəsləyir. Həqiqi deyirəm. Bir dənə kənd vursaq heç kim heç nə deyə bilməz. Full bəsimiz. Bu kəndə vuracağımız kənd buradan İskenderun yox. Bunu ben vurdum onsuz. Bu tərəfdə heç giriş yoxdur. Karvanlar var mı? Karvanlar nə qədər pul verir? Mən bu karvanı tapsam. Mənim karvanı da bu. Oy. Hop. Bunları yağmalasam yox. Buradan ancaq yol pul almaq olar. Məsələn, sənə bir şey ödəyim. Buradan keçib götür. 381 dinarımı ver. Buradan da eləcə geri qayıtmıyor. Bunu saxla. Səndən bir şey buradan keçib 381 dinarımı ver.
Başqa qaldı mı hardislər sözə? Haramiləri vuruşublar ha. Bura neçə harami? Məsələn 12 dənə qaçaq var. 12-si nədir? Qıpçaq piyadalardır hamısı. Bunların məsələn bir dənə yoxlayaq da görək ordu əgər bu da farmasız yaxşı olar. Görək farmlayacaqmı? Qıpçaq piyadalardır özə. Oxçular məni takib edin bir dənə. Yayılın hamınız. Mən da ona qədər bir dənəsi məsələn gəlin kəllə döyüm. Ya bak. Buna full gelişmiş birliklərdir əslində. Uy 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 uuu bizimkilər nə var da başladılar ya bizimkilər. Onun hamısı təzəyinkini oxusun da. Piçin dayanmayın. Bu bizimkilər bitir ancaq. Bizimkilər deyəndə zaten ateş eləmi deyirsən. Yaman keşlər. Oxdu işi çox yaxşıdır. Bunu özüm alacağım. Haratan gedəcəm bax əlimdən. Oxuma. Oxuma alacağım da. Olmur ki, ölmür. Oxdan zərər almır. Yenə baxın. Bir yana da atırlar. Ölmədi. 31 zərər ölmədi. Dirək şifti qaçacaq. Prosta hala qaçır əlimdən. Oradan buraya deşdilər. Ha. Baxın bir dənə silahlar. Deşik elədi. Qalxan qəşəkdir. Qalxan olar. Dirənç 5. On dirənci 6. 6 da kişi on dirənci. Belə qoyaq lazım olan satır eləyərik. Bu bölümü sonlandırmamışdan əvvəl yəni kənd olaraq Micayeti gələk vuraq. Qarşımıza bir dənə tak deyib haransa kimsə çıxması ləzzətli olacaq ha. Buranı yağmala. Onları itirim. Onsuz vaxtında bunu məsələn bizim hökmdarın Dərəbəy olanda hansısa lord əsir alanda sərbəst buraxaraq nə deyəcəm İsmail Bəyli İslamın əsir alındı. Etibarlar bir dənə olsun. 180 dinar aldı. Onlar bir sənə pul edəcək. Bu sistemdə bir dənə çörəkdən sat. İşte çox qəşəngdir əslində. Bunları da satmaq üçün bütün kəndləri vururuq. Urfaya doğru at. Şamdan rahat keçə biləcək. Şamda da var Emirama. Oy. Emirama. Bir yaxın yerə bana. Çıxacaq deyirsən. Üzülürsən. Harada qalmışdın mən? Daydım əssə ol. Açım. Nə olacaq bu? Urfaya tərəf keçə bilərəm. Olmusu yağmalamışdı onsuz. Urfaya gəl. Ərzaq. Ərzaq. Funduqçu. Yedək kimi bir şey var. Orada da sataq. Bunları alaq aparaq da sataq. Bura pul bıraq görək. Nədir? Buradan 3000, 1, 2, 3. 3000 buradan gəlsin. Qalanını da bıraq da sataq. Gəl bəklə. Oy. İkiləri bağlayacağım bəklə. Buradan Diyarbəkirə satanda ərzaq tüccarına satmayacağam. Birbaşa kundakçıya satacağım. Burada satamıyorum. Niye? Diyarbəkirə satmışam. Dayan görüm indi. Lan başqara var. Mosla gəl. Mosun kundakçısına mı satmışam? Ay dünya. Silaha gəlir şimdi. Peki ben de əlimizdə qılınc sökük. Təkəl tavlanmış dövüş qılıcı. Baxaq. Fikirlər yok mu? Osmanlıya tamam böyle çat. Bəlkə də elə yaxşı bir qılınc yoxdur. Bunları buraya bırak. 1233 elədim. Tak. 1512. Onları basanda üstüne hesaplayıp alarıq. Ərzaqda 2000 var. Bax bir dənə bu getsin. 1158. Qalxan qalsın. Qalxan qalmağından da əlavə 1158 idi. Oradan da 2K. O 2K. Səhv basım. Üzürsən. O 2K-yı mən nə tərəf edəcəyimi bilmirəm. Bu arada 19.000 dinarım oldu.
Və burada səviyyə dadım. Tıqqıdan basım talimciyə. Talimcidən də əlavə əsas yöntəm yox. Bir dənə də envanter və bir dənə dəmir vücud. Qəşəng. İndi gələk Konya'ya doğru at süzək. At süzməmişdən əvvəl bu bölümü burada sonlandıraq. Bunu burada sonlandırmaqla da gələn bölümdə yeni bir Osmanlı modu serisindən qarşınızda olacağıq. Sağ olun, salamat qalın, özünüzə yaxşı baxın. Kanalımıza abunə olun, videomuza like atsanız çox sevinərik. Sizin dəstəyiniz bizə üçün həqiqətən çox vacibdir. Sağ olun.